Alım ya satım? Aya qızıl qarxacaqdır ya yenəcəkdir? Bu sualı çox məndən soruşurlar. Və ünvanı bir daha qızılçı. Vəli sizə istəmirəm insan o birisi o blogerlər kimi sizin ya ürəyi boşaldam ya vəd-vəyi də qələt verəm və deyəm mən çox bilirəm. Ağa, vaxtı ki siz qızıl alısınız, xoş alısınız ki bir cürə sərmayənizi hifz eləyəsiniz. Və vaxtı da ki niyazınızda sirfən o satacaqsınız. Niyə görə saxlayasınız vaxtı ki ehtiyacınız var o qızıla? İndi bu yollama siz gəlirsiniz, qızıla ehtiyacınız yoxdur və istəyirsiniz bu qızıldan alverindən nəvəsan alasınız. Dərhal ki nəvəsan almaq çox iştibah işdir və gəlirsiniz bizlərdən soruşmaqla istəyirsiniz özünüzün ürəyinizi qurs eləyəsiniz ki, hə yenəcək ya qarxacaq qoy alım ya satım bizə də qalxsın. Be qolu alım ya satım ki mənfəət eləyim. Əgər qərarla bu işi mən biləydim, da sizinlə alver eləməzdim ki, oturardım evimdə, özüm 1 kilo qızıl salardım əlimin altına, o 1 kilo qızılla bir ayımdan çox işlərdim mən. Və heç vaxt gəlib vaxtımı tələf eləməzdim burada bu dükanda. Və siz bu sualları qızılçılardan soruşmaqla fəqət özünüzü toylayırsınız və şayət bir seri ikisi cavab verə. Bəli də o bir serilər cavab vermədiyi heç kim sizin zərərinizin də altında durmayacaqdır. Səhilləmiz özünüzü bu işlərlə toylayasınız. Əgər qızıl alırsınız, sərmayənizi hifz eləmək üçün alın və vaxtidəki niyazınızı satın da qiyməti mühüm deyil. Çünki heç zat səlamətinizdən yuxarı dəyir və be qolu niyazlarınızdan yuxarıya keçməyibdir. Pəs bunu yolla o adama ki qızıllar qabəlində və istəyir o qədər alver eləyə ta qızılların beyindən apara.